başlayaq. Əziz izləyicilərim, axşamınız xeyirli olsun. Sizlərə bal kimi möhtəşəm qiymətə qanuni 3 otaq, daş binada, eksperimental binada 3 saylı məktəbin yanında möhtəşəm bir ev tapmışam sizlərə. Əşyalı, kupçalı, köç yaşa. Bu evə sadəcə paltarını götür, gir qapıdan içəri yaşadı. Əsas girişdəsi buradır gördüyünüz dolab yığılıb, qəşəng səliqəli. Girişdə sol tərəfdə burada yerləşir evimizin yataq otağı. Çəkək göstərək yataq otağını. Bütün əşyalar mövcuddur. Hər otağın özünün yatağı mebeli, kondisioneri, pərdəsi, lüstrü, hər şey var, hər şey. Keçirik evimizin belə bir gözəl, səliqəli qonaq otağına. Qonaq otağında bir dənə televizor götürüləcək. Görürsünüz, kondisioneri var, künc divanı, stol, stulu, hər şey. Qanuni 3 otağını ev axtaran müştərilərimiz üçün eksperimental bir binada ideal təklifdir. Burada da qladovkası mövcuddur, artıq əşyalarınızı yığmaq üçün. Keçirik buradan evimizin ikinci yataq otağına, yəni bu uşaq otağıdır. Burada uşaq otağında şkaflar mövcuddur. Tam təmirlidir. Keçirik evimizin balkon hissəsinə, bura evin balkonudur. Görürsünüz, hər şey yığa bilərsiniz. Binanın həyətini axşam da olsa göstərək, qəşəng, təmirli bir binadır. Eksperimental binanın ikinci mərtəbəsində yerləşir. Daş binalar satışa çıxmır, əziz izləyicilərim. Tapılmır ha daş binalar. Mən indən sizə məlumat verim bunu. Burada yerləşir hamamı və sanuzeli. Köhnə binaların ən çox sevdiyim cəhətlərdən biri odur ki, o otaqlar, hamam, sanuzeli, mətbəx genişdir. Burada da bax görürsünüz, şkaflar var hər iki tərəfdə. Bu keçir evin mətbəxinə. Baxın bura evin mətbəx hissəsidir. Görünən əşyalar qalacaq. Soyucu səhv etmirəmsə çıxacaq. Yox, üzr istəyirəm. Paltaryon və televizor çıxacaq. Digər əşyalar qalacaq. Bura mətbəxin pəncərəsidir əziz izləyicilərimiz. Mətbəxin pəncərəsi birbaşa prospekt yoluna baxır. Bax göstər. Birbaşa əsas yolun kənarıdır. 3 saylı məktəbin yanında yerləşir. 3 saylı, 2 saylı, 9 saylı. Bura evin ikinci balkonudur. İstəsəz əgər bunu 4-xal perezelka eləyə bilərsiniz. Necə? Buranı uşaq otağı eləyə bilərsiniz. Oradan qapı qoymaq şərti ilə. Bu otağa da özünə müstəqil bir pəncərə düşür. Ki buradan da göstər. Daha ətraflı, daha aydın şəkildə görsənir. Çox gözəl bir qiymətdir. Hətta mən sizə deyərdim ki, bugünkü gün bazarda 120 min manata siz qanuni 3 otaq və kupçalı köhnə binada, daş binada tapa bilərsiniz. Təbii ki, tapa bilməzsiniz. Mən sizlərə bu mənzili təqdim elədim. İnşallah ki, alana da, satana da Allah xeyir versin. Gəlin yerində baxın, qiymətləndirin və nəzərinə çatdırın ki, böyük bir summa endirim olacağını düşünən müştərilərimiz gəlməsin. Çünki bu evdə çox böyük bir summa endirim olmayacaq. Real alıcılar, ev axtaranlar, nəqdi şəkildə ev axtaran müştərilərimiz gəlib yaxınlaşıb ala bilərlər. Sağ olun, gecəniz xeyrə qalsın.